deyirlər ki, əsl aktyor içində uşağı öldürməməlidir. O uşaq kimi inanmalıdır. Aktyorun qayğısı nədir? Yaxşı rol oynamaq, istəyi odur. Yubanmadan gedək dostum. Biraz vuruşun, baxdı zorakıya gəlir getdiniz. Vuruşun biraz da. Yubanmadan gedək dostum. Diplom tamaşasına hazırlıqlar gedir. Belə razılığa gəldik ki, Jan Rassinin Fedra və demək Evripidin Medeya əsərini götürək. İnce ipek tüyleri, mənə bir yüktü bu örtülər açın, qıvrım saçlarımı çiynimdə saçın. İncəsənətdə elədir ki, punktual olmaq lazımdır. Yəni, nizam, intizam mənə elə gəlir ki, bu birinci yerdə olmalıdır. O rejissor ki, görəndə ki, məşqə aktyor gecikir, ikinci dəfə onunla işləmək istəməz deyər ki, o həvəssiz gəlir. Və burada da belədir. Sən nə dedin? İbbalit mənlə görüşmək istəyir, üzr istəmək üçün bura tələsir. Yox, Smena, sən yanılırsan. Əsas özək bu 4 ildə qurulur. Birinci il biz 2 semestr ancaq nə keçirik? Etüdlar keçirik. Bu etüdlar keçəndə əlbət ki, mənim hər müəllimin öz metodikası var da. Məndə elədir ki, mən birinci dərsi demək, trinajlar eləyirəm. Bu lazımdır aktyor texnikasını mükəmməl eləmək üçün. İkinci kursda səhnə danışığı müəllimi ilə mənim elə bil ki, tədrisim birləşir. Artıq yavaş-yavaş həyatda biz hamımız danışa bilirik. Amma səhnədə həm hərəkət eləmək, həm də danışmaq bu bir qədər çətindir. Və biz nəyə başlayırıq? Tam tamaşa götürmürük. Götürürük ayrı-ayrı parçalar. Yazım. Əzizim, o haqsız qəzəbimi yaddan çıxar. Məni bağışla. Mən onlarla elə məşq eləyirəm, elə demək, böyük yük onların boynuna qoyuram ki, onlar misal üçün hansısa dövlət teatrına gedəndə onlarda da bir fikir formalaşacaq ki, bu tələbə aktyor nəyə qadirdir. Yəni mən çalışıram ki, onları həyata hazırlayım. Səni qəlbindən